Peyğəmbərin, bax diqqət edin, hətta xavaricə belə don giyindirənlər var. Bu kafir dəstəyə don giyindirənlər var ki, onlar da haqlı olurlar, filan olurlar. Peyğəmbər öncədən İslamın heç bir müharibəsi üçün müjdə vermir. Peyğəmbərdən sonra İslam müharibə eləyəcək, belə müjdə vermir. Müharibəni məsələn adı ilə, zadı ilə desin, belə bir şey yoxdur. 3 müharibədir. Peyğəmbər onun xəbərin verib. Deməli, maribun, qasitun, nakisun. Peyğəmbər Həzrət Əli deyir ki, buna 3 ilə də sən vuruşacaqsan. Və hər birində də Həzrət Əlinin haqq tərəf olaraq Peyğəmbər işarə edir. Peyğəmbər öncədən kimin haqq olduğunu qərar fatvasını çıxardı. Və Allah da Quranda nə deyir? Peyğəmbər hökm çıxartdı, neyin bizə? Məsələn, Peyğəmbər zövcəsi ilə Cəməl müharibəsində Həzrət Əlinin döyüş oldu da. 3 dənədən biri bu deyil. 3 dənədən biri o budur. Gələr bildirdi, bizə ondan biri. Cəməl o 3 dənədən biridir. Peyğəmbər Həzrət Əlinin haqq olduğunu səhih hədisdə qeyd edir. Və o birisi tərəfin nahaq olduğunu da açıq-aşkar vurğulayır. Peyğəmbər deyəndən sonra sən ictihad eləməyə ixtiyarın yoxdur. Məni seçin. Hədə? Çünki mən gedirəm nəsə islah eləməyə, haqq qalıb haqq verməyə. Peyğəmbər deyir ki, Həzrət Əlinin tərəfi haqdır, bu tərəf nədir? Batın. Məsələn, Ümmü Sələmə, Allah onu rəhmət eləsin. Deyir ki, Peyğəmbərdən hədisi deyir, haqq əli iləndir. Deyir, o ayə olmasaydı Quranda ki, evlərinizdə qarayın, sənə qoşulub gedim mən də döyüşərəm. Yəni, ayə qoymur Ümmü Sələməni, elə bir müharibə belə olacaqdı. Cəməl tərəfdə Peyğəmbər zövcəsi Əbu Bəkirin qızı, Həzrət Əli tərəfdə Ümmü Sələmə möminlərin anası, bu da möminlərin anası. Möminlər qalacaqdı ortada. Necə ki, qaldılar. Ayəyə görə getmir. Deyir, mən o ayəni tapdalaya bilmərəm. Yəni, Allahın çıxartdığı hökümlər Peyğəmbər zamanı, Peyğəmbərdən sonra da əməl olunur. İndi xəvaricin üstünə gəlin. Və xəvaric deyir ki, hökm Allah'a məxsus. Düzdür, tamam. Məni elə bir Həzrət Əli göndərir, xəvariclə söhbətə. Tamam, mən sizinlə razı gətirərəm. İndi gəl Allahın hökmünə. Düzdən hökm Allah'a məxsusdur. Tamam. Yunus suresini okumuşsunuz, okumuşuz. 35. ayını okumuşsunuz, xəvaric okumuşuz. Orada nə deyir? Deməli, əfəmən birinci haqqa hidayət edən Allahdır. Bu müzakirə mövzusu deyil. Mövzu əfəməndən başlayır. Əfəmən yəhdi iləl haqq. Əhəqqu ən yuttəbə'ə əmmən la yehdi illa en yuhda fema lekum keyfe tehkumun. Məzmun, xəvaric, oxumusan da, tərcüməsi, özündə ərəbsin. 2 nəfəri Allah burada müqayisəsini aparır. Deyir, biri hidayət eləyə bilir, biri isə hidayət olunmağa ihtiyacı var. Biri əldən tutub apara bilir, biri əlindən tutmaq lazımdır onun ki, keçə bilsin oranı. Biri özü keçə bilir, həmən o enişli, yoxuşlu yolları. Biri də var, özü keçə bilmir, kömək keçir. Əlindən kimsə tutub onu keçirməlidir. Allah deyir ki, kimin arxasıyla getmək lazımdır? Peyğəmbər. Yox, əlini qoy kənara, əli məni göndərir. Peyğəmbər. Allahın hökmünü demirsiniz, Allahın hökmü. Gəlin də Allahın hökmünə. Allah deyir ki, 2 nəfəri misal vururam. Biri hidayət eləyə bilir, mənzili tanıyır, biri tanımır. Hansının dalıcan getmək lazım? Xəvaric. Tanıyanı. Siz necə bərbad hökmü çıxardırsınız, ey xəvaric? Ayənin məzmunu da fəmə ləkum keyfə təhkumun. Allahın hökmünə qarşı niyə çıxırsınız, ey xəvaric? İndi xəvaricdən biri deyəcək ki, həmən o daha hidayət edən mənəm. Daha çox hidayətdə güclü mənəm. Həzrət Əli ilə heç biri müqayisə oluna bilməz.
Çünki xəvaricin haqqında bir ayə belə yoxdur. Amma Həzrət Əli ən azından mübahilə ayəsində var, təthir ayəsində var, filanda var. Aydın? Ki Quranla gedir də. Quran deyir ki, kim çox hidayət, məsələn biri 50-60% hidayət edir, bacarır, elmi var. Biri 100% hidayət edir, 90% hidayət edir. Allah bizim boynumuza Çox bilən danılır. kimindən necən getməyə Çox bilən. çoxun Tutumu olan. Xavarici Quranla da əməl eləməlidirlər. O yalan şüarı idi ki, Həzrət Əli əleyhissalama zərər ziyan vermək üçün onun başını qatmaq üçün. O da müsəlman deyil, o belə deyir. Quran dedim də bayaq nə oxudum? Mömin deyil, yox, müsəlmandırlar. Müsəlman nədir? Kəlmə-i Şəhadət. şəhadəti dedi, münafiq deyilsə Allaha qəbul eləmir. Onu da müsəlman hökmündə Peyğəmbər götürürdü. Gəlirdilər meçidə, otururdu, meçidə kafirin girməsi qadağandır. Amma Peyğəmbərlə sinçində bir yerdə namaz qılırdı. Müsəlman olmaq başqa, mömin olmaq başqa. Allah and içir ki, onlar mömin olmayacaq. Məndə möminə xəlifə deyə, mömin olmayanı özümə xəlifə seçə bilmərəm. Hacı bir dənə mən